Gərək milləti fikirləşəydilər də, milləti düşünəydilər də. Yoldaşım xəstədir, infarkt keçirdi. Heç onun dava dərmanına çatmır, özümün dava dərmanıma çatmır. Onu qazı ödəyək, işığı ödəyək, ondan sonra çatmır başa dönüm. Neyniyim? Mən dövlət işçisi olsaydım, gəldim ki, əladır, lazımdır onu qaldırmaq qiymətləri. Amma mümkün deyil. Heç kəs yaşaya bilmir. Kommunal qiymətləri də qaldırırlar yuxarı ki, qalanı da ölsünlər. Nə deyək ki? Mən bütçəm var ki, iş təsir göstərə də. Niyə? Nə kommunal ödəyirəm, nə bir şey. Niyə görə? Ata evində qalıram. Onlar ödəyir, mənim xəbərim yoxdur heç nədən. Kommunal xidmətləri qalxır, amma heç nə qalxmır. Heç qazancımız da yoxdur. Ancaq elə kommunal xidməti üçün deyəsən çalışacaq, başqa heç nə. Büdcəm var ki, təsir olur. Mən pensiya ilə dolanan adamım. Pensiyam nə qədər artdı? Kommunal xərci nə qədər artdı? Üstə gəl qaz limiti, işıq limiti. 135 manat mən qaza pul ödəmişəm. 35 manat isə işığa pul ödəmişəm. Yerdə nə qaldı? Bunu artıran hara baxır? Bu tarif şurası kimdir? Öz başınadır. Bəyəm Azərbaycan buraxma bir ölkədir, yəsi yoxdur. Kim nə istəyir eləyir. İşığı qaldırır, qazı qaldırır, benzini qaldırır. Nə qaldı yerdə? Neftin pulundan bir balaca büdcəyə aslında, büdcə nə bilim haradır. Tarif şurasını atsalar idi, bu da kirmiş durardı. Pis. Niyə? Qalxmağı ziyandır da, düşdə yaxşı olur daha doğrusu. Çox böyük təsir elədi. Bir tək maaş almırdıq, elə zorla ödəyirik elə qazı, işığı ancaq. Bütün gün onlar üçün çalışırıq. Mən də maaş almıram ki, işsizəm. Gəlir azdır ona görə. Büdcəmizə bizim evin büdcəsinə. Ümumi evin və Arada evin ziyandır da bəs nə qədər elə də bahadır, lap bahalandı. Yəni insanların işi çətinləşdi. Vallahi elə də qalxa gedir də. Heç görməmişik biri aşağı düşər, tərsinə ola. Yaşadıqca neçə yaşım var, elə neçə vaxt qalxa gedir. Yəni çox təsir eləyir. Elə ailələr var onlar üçün daha da pis təsir eləyir. Ona görə ki, biraz çatdırmırlar. Bir millət kommunal pullarını ödəsinlər, yoxsa öz dərmanlarını alsınlar. Valla münasibətim nə ola bilər? Münasibətim mənfi nə ola bilər ki? Kimi xoşuna gələ bilər ki, qalxsın? Yəqin ki, elə hamı da məni kimi fikirdədir. Xanım, çox biz. Əziz və dəyərli Kanal 13 izləyiciləri, bizi izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənib paylaşmağı, kanala isə abunə olmağı unutmayın.